İmmuniteti zəif olanların nəzərinə qışda viruslardan qorunma və öskürəyin qarşısını almaq üçün bir faydalı məsləhəti diqqətinizə çatdıracağıq. Gündəm xəbərin efirində 31 yanvar tarixidir. Belə ki, qış mövsümündə immunitetin zəifləməsi fonunda mütəxəssislər təbii vasitələrə üstünlük verməyi tövsiyə edirlər və bu dövrdə ən faydalı meyvələrdən birinin isə məhz heyva olduğu söylənilir. Heyva C vitamini ilə zəngindir və bu xüsusiyyəti sayəsində orqanizmi virus və soyuq dəyməyə qarşı daha da davamlı eləyir. Xüsusilə mövsümi xəstəliklərin artdığı aylarda ki, qarşıdan daha həm sərt fevral ayı, həmçinin də yaza dövrü məlum olduğu kimi mövsüm dəyişikliyi ilə əlaqədar da təhlükəli məqamlar mütləq ki olur. Xüsusilə mövsüm xəstəliklərinin artdığı bir aylarda heyvanın təbii qoruyucu rol oynadığı bildirilir. Mütəxəssislərin sözlərinə görə heyva həm boğaz ağrısı, həm də öskürək zamanı da faydalıdır və qaynadılmış heyva və ya heyva çayı da boğazı yumşaldır və qıcıqlanmanı da azalda bilir. Bundan əlavə heyva həzm sisteminə də müsbət təsir göstərir. Tərkibindəki lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır, mədə turşuluğunu tənzimləməyə də kömək eləyir. Antioksidatlarla zəngin olması isə dərinin sağlamlığına və sağlam qalmasına dəstək verir. Mütəxəssislər həmçinin heyvanın həm çiy, həm də bişmiş, həm də kompot və ya çay formasında istifadə oluna biləcəyini də qeyd edirlər. Onlar hesab edirlər ki, qış rasionunda bu meyvəni əlavə eləmək ümumi sağlamlıq üçün olduqca faydalı bir seçim olacaq.